Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu İslam Dövrü Arxeologiyası Şöbəsinin müdiri, Qəbələ Arxeologiya Ekspedisiyasının rəhbəri. Qəbələ Azərbaycanın qədim şəhərlərindən biridir. Daha doğrusu qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olub. Qəbələnin tədqiqatlar göstərir ki, şəhər olaraq 2500 illik yaşı vardır. Qəbələ 2 yıl bundan əvvəl UNESCO-nun ilkin mədəni siyasətine daxil edilmiş şəhərlərimizdən. Və daha bir özəl cəhət deyim ki, Qəbələ artıq 100 ildir ki, arxeoloji cəhətdən öyrənilməkdədir. Yəni, tədqiqatlar bəzən fasilələrlə olur. Amma hər halda Qəbələdə ilkin arxeoloji tədqiqat 1925-ci ildə Balıq bəy Şərifov tərəfindən aparılır. Bu dönemdən bəri müəyyən fasilələrlə tədqiqatlar davam etdirilməkdədir. Hazırda biz şəhərin Qala adlanan ərazisində, yerli əhalinin Qala adlanan ərazisində tədqiqatları davam etdirilir. Bu ərazi vaxtilə, daha doğrusu 64-cü ildə ilk dəfə görkəmli Qəbələşünas alim rəhmətli Salih Qaziyev tərəfindən bu ərazidə tədqiqata başlanır. Yəni Qala ərazisindəki 3-cü tədqiqat sahəsi hesab olunur. Biz Salih müəllimimizin şad olsun deyə onun zamanında başlamış olduğu, lakin müəyyən səbəblər yüzündən yarımçıq qalmış sahədə tədqiqatları davam etdirmək qərarına gəldik və nə yaxşı ki, burada başladıq. Çünki mən 40 ildən yuxarı Qəbələdə tədqiqat aparıram və hər dəfə mənə sual edirlər, Qəbələdə saray Alban hökmdarlarının, Qəbələ hakimlərinin saray tipli binaları nə var aşkar olunub mu? Aşkar olsun ki, vaxta kimi həmin suallara biz cavab verə bilmirik. Yəni, Qəbələnin təxminən 30 hektardan çox ərazisini əhatə edən Qala və Sərgur ərazisində indiyədək bu cür deyək möhtəşəm tikinti ilk dəfədir ki, bizim bugünkü tədqiqatlarımızda açıldı. Söhbət ondan gedir ki, şərq-qərb istiqamətində olan 20 metrə yaxın uzunluğu olan yonulmuş mədən daşlarından ibarət divar qalıqları aşkar edilir ki, divar qalıqlarının yer səthindən 5 metrə yaxın dərinlikdə başlanır. Divar qalıqlarının hündürlüyü hardasa 2 metrə yaxındır, 2 metrədən də qədər artıqdır. Hansısa dönəmdə, tarixi dönəmdə daş divarların üstündən düşmüş kərpisdə tikinti davam edəkdir. Ola bilsin ki, bu növbəti bir deyək ki, dağıntıdan və hansısa bir fasilədən sonra tikinti bu cür davam edəkdir. Daş divarların ətrafa doğru çıxıntıları aşkar olunmaqdadır hazırda. Yəni, tədqiqat yeni başlandığından kompleksin nə qədər sahəni əhatə etdiyini demək indi çətindir. Onun dövrü ilə bağlı, təyinatı ilə bağlı, əlbəttə tikintinin konstruktiv özəllikləri barədə söz demək hələ ki bir qədər tezdir. Yəni, demək odur ki, bu ərazidə tədqiqatlar yeni başlanıb və yeni tapıntılar, deyək ki, diqqətə şayan tapıntılardır Qəbələ tarixi üçün. Hesab edirəm ki, bu ərazidə tədqiqatları davam etdirilməsinə ehtiyac var. Çünki Qəbələnin UNESCO-nun mədəni siyasətində daimi olaraq yer alması üçün bu cür əhatəli və səmbalı tədqiqatlara ehtiyac var. Tikinti qalıqlarına yanaşı tədqiqat etdiyimiz zaman ərazidən şəhərin tarixinin ayrı-ayrı məqamlarını araşdırmaq baxımından əhəmiyyət kəsb edən çoxlu artefaktlar aşkar olunur. Bu artefaktlar şəhərin, Qəbələ əhalisinin məişətini, həyat tərzini, düşüncəsini, Qəbələ ustalarının sənətkarlıq səviyyəsini, onların fantaziyasını araşdırmaq baxımından çox əhəmiyyətlidir. Yəni, təkcə mən qazıntı ərazisindən aşkar olmuş keramika məlumatı üzərində bəyanası olsa, məsələn, həmin tapıntıların bədii texnik xüsusiyyətləri, texnoloji xüsusiyyətləri, bunlar hər biri araşdırılmağa tələb edən sahələrdir. Nasıl ki, bunlar Qəbələ üçün, Qəbələnin tarixini öyrənmək üçün əlavə bir məmləşünaslıq bazasıdır.
deyilənlərə ona əlavə edim ki, Azərbaycanın muzey və fondlarında Qəbələ tarixi ilə bağlı 10 minlərlə artefakt qalmaqdadır. Və bunlar deyək ki, Qəbələnin tarixi ilə bağlı yazılı qaynaqlarda məlumatlar azlıq təşkil edir belə. Deyək ki, yox dərəcəsində olmasına baxmayaraq, maddi mədəniyyət qalıqları verirən ki, Qəbələnin tarixində araşdırılmasında yeni dönəm başlayır. Bu işləri görmək üçün ölkəmizdə çox əlverişli mühit formalaşır. Ölkə rəhbərliyi, cənab prezident Mehriban xanımın rəhbərliyi edərək fondu, Qəbələdə SEBA Assosiasiyası burada aparılan tədqiqatlara çox böyük qayğı və diqqət olduğunu bizə hiss elətdirirlər.